Salam, hörmətli izləyicilərimiz, xoş gördüm sizləri. Bugün sizlər üçün qəşəng, ucuz qiymətə 2 mərtəbə 4 otaq həyət evimizi təqdim edirəm. Masazır qəsəbəsində yerləşir, əla qəşəng yerlərdən birində 1,7 soda yaxın torpaq sahəsi var. Həyəti geniş, mərkəzi kanalizasiya, qazı, işığı, suyu, interneti, telefonu və ev yaşayışlı bir evdir. Həyətinə də rahat 4 maşın daxil olabilir. Öz sahibi tərəfindən satılır. 2 mərtəbə 4 otaq 110 kvadrat yaşayış sahəsinə ibarət olan bir evdir. Sənədlər qaydasındadır. Fərdi yaşayış çıxarışı mövcuddur. Bax həyəti də bax bu cür ehtiyac susanı var. Qəşəng meyvə ağacları əkilib. Hər tərəfdə gilas ağacları, nar, üzüm ağacı əkilib. Həyəti qəşəng metlaq, çox böyük. Heç bir qonşu bu evi narahat eləmir. Əsas olur mərkəzi kanalizasiya, kupçası var evin, çıxarışı var, torpağın çıxarışı var. Burada da qəşəng giriş isə görürsünüz, qəşəng ağlaydaşla üzlənilibdir. Evin içə daxil olaraq evimizin qiymətini də xatırladım. Evimizin qiyməti 110 min manatdan satışa çıxıb. Real müştəri olsa qiymətdə razılaşmaq olacaq. Çox gözəl, təmiz, saf, təmirli bir evdir. İkinci mərtəbəyə çıxan pilləkən. Birinci mərtəbədə mətbəx, sanitar qovşaq və giriş isə döşəmədən isitməli. Hal-hazırda yaşayışlı bir evdir. Bax, giriş sən görürsünüz. Həm həyətdə, həm evin içində müşahidə kameraları 24 saat fəaliyyətdədir. Salona keçək birinci. Salon çox böyük. Evimiz qismən əşyalı satılır. Kombi, mətbəx mebeli, kamera aksesuarları, hamam tualet aksesuarları qiymətə daxil qalacaq və digər əşyalar da ev sahibi tərəfindən hədiyyə oluna bilər. Salon çox böyük, həddindən artıq böyük, hardasa 28 kvadrata yaxın salondur, çox böyük ərazisi var, öz həyətinə baxan pəncərə. Burada kombi texnik otağı göstərim sizlərə. Kombi işləş vəziyyətdə, döşəmənin isitmə kollektoru buradadır. Artıq əşyaları yığmaq üçün kifayət qədər yer. Mən mətbəxi sizlər üçün sonda təqdim edəcəm. İkinci mərtəbəyə qalxaq. Bax, ikinci mərtəbənin pilləkəni. Birinci, ikinci mərtəbə arası monolit beton dözümlü bir evdir. İkinci mərtəbədə bax, belə bir balkonumuz var, hardasa 1,20'nin 3 metrəyə 4 kvadrat, 5 kvadratlıq balkon var. Burada qəşəng 60 kvadratlıq tab markalı kondisioner var. Ev sahibi ilə razılaşıb onu da saxlamaq mümkündür. Burada ikinci mərtəbədə 3 yataq otağımız var. Çox geniş və böyük. Bu yataq otaqlarımızdan biri hardasa 3,30'un 3 metrəyə hardasa 11 kvadrata yaxın bir yataq otağı, evin arasında 1 metr məsafə var. Bu isə ikinci yataq otağımız, geniş, bu 16 kvadrat. 16 kvadrat yataq otağının ölçüsü var. 4 dövrəmə evimizdəki qoşa daş. Əsas olur sənədlər qaydasında fərdi yaşayış çıxarışı var. Bu isə sonuncu yataq otağımız. 3'ün 3'ə 9 kvadrat. Ön hissəyə düşür, həyətə baxır, balkona və görürsünüz böyük qoşadaşlı həyət evimiz. Deməli, evimizin daxili sahəsi 110 kvadrat, torpaq sahəsi 1,7'ye yaxındır. Çıxarışı var, torpağın çıxarışı mövcuddur, fərdi yaşayış kateqoriyalı. Burada belə bir sanitar qovşağımız var, istifadə olunmur, amma təmirlidir, aksesuarları yığılmalıdır, hörmətli izləyicilər. Burada nəfəslikdən sizə göstərim ki, tam evimiz qoşadaş. 4 bir tərəfdən qoşadaşlı inşa olunub. Bura aksesuar alınmalıdır, ev sahibi bu vəziyyətdə satır. İndi isə mətbəxi sizlərə təqdim edim. 1,7 sota yaxın torpaq sahəsi var. Deməli, evimiz 4 otaqlı 2 mərtəbə, 3 yataq otağı, 1 salon, mətbəx, 2 sanitar qovşaq və 2 hol, böyük həyət, 110 kvadrat yaşayış sahəsi və 1,7 sota yaxın torpaq sahəsi.
Qiymət 110 min manata təklif olunur. Belə evlər adətən masasının ucqar yerlərində 125-130 min manata, 135 min manata təklif olunur. İndi isə mətbəxi sizlərə təqdim edim. Bu mətbəximiz qəşəng. Hardasa 12 kvadrat, 3-ün 4-ə. Bax bu cür qəşəng mətbəx. Saf təmiz evdir. Döşəmə yerdən isitməli, keramogranit, mərmər. Mən elə gəlir, mən evin bütün detalları sizlər üçün açıqladım. 110 min manata təklif olunur. Real müştərilərə təbii ki, qiymətli endirim olunacaq. Sənədlər qaydasındadır. Fərdi yaşayış sənədi var. 4 otaqlı 2 mərtəbə ev. Buyurun, diqqətinizə və izlədiyiniz üçün təşəkkür edirəm.